Hər kəs davamlı standartların çox yüksəkdir deyə deyir sənə. Mən bilirəm və davamlı insanlar standartların yüksəkdir, onları biraz aşağı tut. Xüsusilə də uşaqlıqdan bu sözləri eşitmisinizsə, bilirəm ki, tez-tez özünüzü sanki maskalayırsınız və sanki standartları yüksək olmayan, hər şeyin aşağısına da belə deyərlər, xoşbəxt olan, özünü rahat hiss edən biri kimi davranmağa davam edirsiniz davamlı və bu sizin həyatınıza elə insanları çəkir ki, o insanların da həyata baxış bucaqları çox kiçikdir. Çox kiçik arzuluyurlar, çox sıxıcıdırlar, çox maraqsızdılar və davamlı bezirsiniz. Çünki mən özüm də bu nöqtədə olmuşam, bilirəm. Əslində öz pulagir tərəflərimizi, biraz lüksü sevən tərəflərimizi, biraz belə deyərlər də daha azad tərəflərimizi biraz görüb o tərəfimizə də sevgi verə bilsək, əslində hər şey düzələcəkdir. Sadəcə olaraq biz davamlı ətraf nə deyər, başqası nə deyər, başqasının xoşuna gəlir deyə özümüzü dəyişdirməyi sevirik. Bu bir klassikadır. Mən isə istəyirəm artıq belə olmasın. Çünki mən özüm belə davranmağa davam edirdim keçmişdə və həyatımın heç bir dəyişikliyi baş vermirdi. Çünki mən davamlı başqalarının standartları üçün yaşayırdım, nəinki öz standartlarım üçün. Bilirəm ki, indi sizin hər hansı bir məqsədləriniz var, sizin gözünüzə böyük görsənir. Hətta bəzən o olur ki, mənim özümdə də belə bir şey olurdu çünki. Sanki onu dəftərə belə yaza bilmirsiniz, arzulaya belə bilmirsiniz. Amma mən sizə demək istəyirəm ki, sizə hər şey olar. Və o məqsədlərinizə çatmaq zamanıdır. Və bunu mənimlə birlikdə etmək zamanıdır. Mən 27 iyun tarixində sizinlə bərabər tamamilə ödənişsiz şəkildə çox böyük bir marafon keçirəcəyəm və bu marafonda biz artıq bu bastırdığımız tərəflərimizi, utandığımız tərəflərimizi, öyle deyərlər, çatılması mümkün olmadığını düşündüyümüz məqsədlərimizi gerçəkləşdirəcəyik. Bu marafonun adı Maskasızdır və bu marafona qatılmaq üçün sadəcə biodakı linkdən Telegram kanalına abunə olmağınız kifayətdir. Əgər hər hansısa bir səbəblərdən Telegrama keçid edə bilmirsinizsə, aşağıda mənə yazın, mən sizə WhatsApp'dan da link göndərə bilərəm.